Səndən gözləməzdim. Haram olsun sənə, sən bir də məni narahat eləmə. Ad boy! Sevgilin var. Var, hətta bizim il dönümümüzə aid, 4 illik il dönümümüzə aid bir xanıma maşın almışam istədiyi rəngdə. Təbrik edirəm. Uşaqlar sevgilisinə görə maşın aldı. Həqiqətən çox gözəl və duyğulandırıcı bir histir. Maşın da çox gözəldir, çox bahalı maşına oxşuyur. Deməli onda nə edirik? Sevgilinə yığırsan, elə bu gözəl xəbəri mənim yanımdaca xəbər eləyirsən və məndən 100 manat pul qazanırsan. Bir bax. Alo, salam həyatım, necəsən? Yaxşıyam həyatım, sağ ol, sən necəsən? Şükür Allah, həyatım, il dönümümüzdə yəqin bu gündən, xatırlayırsan. Bilirəm. Sənə bir hədiyyəm var. İstəyərdim ki, gəlib görəsən. Hardasan bu dəqiqə sən? Tərxan, mən gələ bilməyəcəm. Sən yəni söz deməliyəm, prosta bilmirəm necə deyim. Bir gəlsin. Yəni sənin yaxın dostun var idi, Nicat. Aha. Mən onunla bir şey yaşamışam. Yəni əslində çoxdan da ondan xoşum gəlir. Onun da məndən xoşu gəlir. Sadəcə olaraq sənə deməyə uyğun bir vaxt gözləyirdim. Başlaşmam, sən bu günü uyğun vaxt gördün də, bu il dönümünü sən uyğun vaxt hesab elədin də. Hə? Tərxan, bağışla məni. Yəni özünə yaxşı bax, narahat etmə məni. Yəni istəməzdim belə olsa, amma məcbur idim. Hisslərimə qarşı gələ bilmədim. Heç səndən gözləməzdim. Haram olsun sənə, sən bir də məni narahat eləmə. Ad boy! Oğlum, sən neynədin? Uşaqlar heç gözləməzdim yəni belə bir hər şey olsun sevgilisinə. Əslində mən gözləməzdim ki, video belə olsun. Yəni mən bu videonu tamam fərqli bir düşünmüşdüm. Video tamam fərqli olacaqdı, amma bu video xəyanət videosuna döndü. Bəs məni hər hansısa sosial şəbəkələrin birində izləyirsən? Təəssüf ki, xeyr. Təəssüf olsun ki, izləmirsən. Əgər məni izləsəydin, bax elə yerindəcə məndən 100 manat pul qazanacaqdın. İnşallah ona görə də siz də məni izləməyi unutmayın. Hər an sizin də qarşınıza çıxa bilərəm.